Bugün çörek ve şekersiz 4-cü günümdür. Qətiyyən aclıq hiss Əslində etmirəm. hər səhər velosiped sürürdüm, bugün biraz tənbəllik elədim. Səhər yeməyimdə isə 3 yumurta, pomidor və göyərti var. Səhər yeməyi bitirdikdən sonra ev işlərini görüb, daha sonra Məryəmi məktəbə yola saldım. İndi isə yemək hazırlığına keçirəm. Bugün menyuda nə var onu göstərim sizə. Gördüyünüz bu kiftəcikləri kartofla bir yerdə qızartdım. Göbələk supu hazırladım, amma çox təəssüf ki, göbələk supu hazırladığım kadrları yanlışlıqla silmişəm. Ona görə bura yerləşdirə bilmədim və əlbəttə ki, düyü dəmlədim. Yemək hazır olana qədər arada bir kofe fasiləsi verdim. Kofemi isə sadəcə tünd şokoladla içirəm. Artıq demək olar ki, yemək də hazırdır. Evin bütün işləri də hazır olduqdan sonra Instagram üçün növbəti videolarımdan birini çəkdim. Videonun çəkimləri bitən kimi Məryəmi məktəbdən götürmək üçün çıxdım. Oradan isə dərziyə getdim. Öncəki videolarımda görmüsünüz. Şubamın ayağını kəsdirirəm. Nəticəsini isə gələn həftə görəcəyik. Artıq saat 4-dür. Mən dərsimə başlayıram. Dərsim isə axşam saat 7-də bitəcək. 7-də bitən kimi isə axşam yemək hazırlıqlarına keçirəm. Düzü bugün heç günorta yeməyi yeməyə nə vaxtım olmayıb, nə də iştahım olmayıb. Çayı isə yeməkdən 1 saat sonra içsəniz daha yaxşı olar. Səhər kardio etmədiyim üçün axşam YouTube-dan baxıb hərəkətlər etdim. Biraz da ip atladım.